Hamıya salam. Sizləri Zürich gölünün ətrafından dedim bir video çəkimi göstəreyim. Belə gözəl mənzərəli yerdən. Ən önəmli babalardır. Belə deyə gölün qırağında belə bir gözəl yerlər düzəldir. İnsanlar gəlib burada kebab bişirsin, əyləncə vaxt keçirsin. Göldə çimib üzün, gəlib burada güneşlənə bilsin. Tertemiz otlardır. Otlar her gün, her hafta demək olar biçilir, təmizlənir. Odun qusarıbsa odunları yerinə qoyurlar. Kül çoxalıbsa külləri təmizləyirlər. Yəni hər cür şərait yaradır. Adi bir bələdiyyədir. Qəsəbə deyim, kənd mi deyim, belə gölün bütün Zürich gölünün, hətta bütün İsveçrədə, yəni bu vəziyyət budur. İnsanlar üçün belə bir şərait düzəldirlər. İnsanlar gəlib xoş istirahət keçirə bilsin. Suyun kənarına kimi hər bir yeri tərtəmiz edirlər. Məqsəd odur ki, insanlar gəlib xoş vaxtlar keçirə bilsinlər, istirahət edə bilsinlər.